Mənim üçün göndərdiyim məqalə haqqında qısaca məlumat verməyini istəyirəm. Əvvəlcə mənə bir stəkan su ver, daha sonra danışaq. Necə yəni? Beyni qurumasın deyə hər 50 sualdan bir su içən ChatGPT kütləvi ölümə aparır. Dünyanı risk qarşısında qoyan süni zəka bəzi məlumatları niyə gizlədir? Həyatımızı asanlaşdıracaq süni intellekt, xidmət haqqı kimi bizdən ən dəyərli və yaşamaq üçün ən vacib olanımızı tələb eləyir. Belə ki, zəka toplusu hər 50 sualdan bir isinən beynini soyutmaq üçün yarım litr su istəyir. Alimlər bildirir ki, süni intellekt alətlərinin, məlumat mərkəzlərinin soyudulması üçün gələcəkdə bu rəqəmlər daha da artacaq. Bu da o deməkdir ki, yaxın illərdə süni intellekt insanları şirin su uğrunda mübarizə aparmağa məcbur eləyəcək. 2027-ci ilə qədər süni intellekt sistemlərinin 6,6 milyard kubmetr su sərf edəcəyi proqnozlaşdırılır. Bu da təxminən İngiltərənin illik su ehtiyacının yarısı deməkdir. Təkcə Google ötən il 22,7 milyard litr su xərcləyib. Bu da Azərbaycanın il ərzində istifadə elədiyi ümumi su sərfiyyatından 2 dəfə çoxdur. Microsoft 2023-cü ildə 13 milyard litr, Apple isə 6 milyard litr su sərf eləyib. Meta 3,9 milyard su istifadə eləyərkən, Amazonun bəzi təsisatları günlük 19 milyon litrə qədər su sərf eləyə bilər. Görünən odur ki, texnologiyanın inkişafı qurban tələb eləyir. Bu qurban da həyatın özüdür. Suyumuzu səssiz-səmirsiz qurtaran texnologiya nəhəngləri artıq ChatGPT kimi süni intellekt alətlərinin su istehlakı barədə məlumatlarını paylaşmaqdan çəkinirlər.